Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya vel mursalin. Nebina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Allah Azze ve Celle Kur'an-ı Kerim'de ve Resulullah sallallahu aleyhi ve sellem sünnesinde bildirip ki yaşadığımız bu dünya geçici bir dünyadır. Fani bir dünyadır. Herkesin bir müddet yaşayıp sonra terk ettiği bir dünyadır. O dünya ki insanlar bu dünyaya emel için gelibler ve ahiret günü de burada ettikleri emellerin hesabını verecekler. Eğer insan bu dünyada ettiği emeller, salih emeller olarsa ahiret günü onun mükafatını alır. Eğer bir insanın bu dünyada ettiği emeller gayri salih emeller olarsa kıyamet günü, ahiret günü onun cezasını çeker. Bu dünya emel tarlasıdır. Ahiret ise onun semeresidir. Kim bu dünyada neyi ederse ahiret günü de onun mislinde ve artıklamasıyla mükafatını alır veyahut da mislinde onun cezasını çeker. Bu geçici dünyada yaşayan her bir insan düşünmelidir ki yaşamağında olan esas məqsədlərin biri nedir? Tabii ki ibadet meseleleri başka. Bir insan namaz kılar, bir Müslüman oruç tutar, bir Müslüman həcca gider veyahut da bir Müslüman zekat verer. Bunların hamısı o insan için kıyamet günü xüsusiyyətinə ait fayda veren emellerdir. Lakin bu cümə tövsiyemizde Allah Azze ve Celle'nin izniyle toxunmaq istediğim mövzu odur ki her birimiz bu dünyada yaşayarken üzerimize düştüğü vacib ibadetleri yerine getirmekten əlavə de en önemli olan meselelerin bəzilerine fikir vermemiz lazımdır. O da odur ki bilmek lazımdır insanlar hamısı eyni təbəqə değil. İnsanlar var ki dünyavi tərəfdən kimisi güclüdür, kimisi zayıftır. Kimisi varlıdır, kimisi kasıbdır. Kimisi cavandır, kimisi kocadır, kimisi qəmlidir, kimisi sevinç içindedir. Bunlar dünyavi tərəfdən bir tərəfə. Lakin o biri tərəfdən də insanlar var ki Allah'ın nifrətinə gelir. İnsanlar var ki Allah onları sevir. İnsanlar var ki Allah'ın qəzəbinə düçar olub. İnsanlar var ki Allah'ın rəhməti onu bürəyib. Ona göre bir Müslüman olarak bizleri en çok düşündüren şeylerden biri o olmalıdır ki ne edək ki Allah katında xeyirli insanlardan olaq. Ne edək ki Allah'ın sevdiği insanlardan olaq. Veyahut da Müslüman özünə sual verməlidir ki görəsən İslamda elə əməl varmı ki biz onu etməklə Allah'ın sevimli, Allah'ın sevdiği bəndələrindən ola bilək. Bəli, hər şeydə en yüksekini axtarırıq. Həkimə getdiyimiz zaman axtardığımız şey odur ki daha mükemmel həkim kimdir? Hər hansı bir ehtiyacımızı aldığımız zaman en keyfiyyətlisi hansıdır diye onu axtarırıq. Və yaxud da en azından bir iş görmek istəyəndə daha salamatını, daha faydalısını axtarırıq. Ona göre de eyni zamanda onu da axtarmalıyıq ki görəsən Allah katında en yüksek, Allah'a en sevimli olmak için ne etmemiz lazımdır? Bunu Resulullah sallallahu aleyhi ve sellem sahih hadisinde bizlere bildirmiştir. Peygamber sallallahu aleyhi ve sellem buyurur: "Ahabbun nasi ilallah enfa'uhum linnas." İnsanlardan Allah'a en sevimli olanı insanlar için en faydalı olanıdır. Bəli, biz bu fani dünyada yaşayarken yaşadığımız çevrede bütün insanlara karşı en faydalı olmağa çalışmalıyıq. En faydalı insanlar için en faydalı insan olduğumuz zaman bilmemiz lazımdır ki Allah'a da en sevimli insanlardan o zaman olacağıq. Ve Allah'ın katında Allah'a en sevimli olmağın
en büyük vesilesi yarattıkları üçün, insanlar üçün en faydalı olmamızdır. Ve bu bakımdan İslam'ın güzelliği de burada ortaya çıkır ki Peygamber sallallahu aleyhi ve sellem neyinki Müslümanları hususileştirir? Bu hadiste Müslümanları değil, bütün insanları nezarda tutur. İnsanların Allah'a en sevimli olan insanlar için en faydalı olanıdır. Ve yaşadığımız çevrede, etrafımız için, ailemiz için, qohum əqrabamız için, yaşadığımız kend için, şehir için, yaşadığımız ülke için en faydalı insan olmalıyıq. Ne kadar insanlara fayda verebiliriksə, elimizden gelen hiçbir faydanı asla esirgememeliyik. Fayda dediğimiz zaman birçok şeylerde bunun anlamı vardır. Şart değil bir insana kimse qaldıra pul verə, kimse götürə ona pul verə və yaxud da kimse ona yardım eləyə. Bu nəzərdə tutulur insanlara faydalı olmaq. Xeyr. İnsanlara faydalı olmağın yolları çoxdur. Eğer bir insanı qəmli görərsənsə, onun qəmini, kədərini, qüssəsini azaltmağın, onun dərdini dinləməyin onun üçün faydalı olmaqdır. Eğer bir xəstə gördünsə, onu ziyarət etməyin, ağrısını, acısını azaltası, gözəl sözlər ifadə etməyin onun üçün faydalı olmaqdır. Yolda getdiyin zaman görsən ki, bir yaşlı insanın, bir ehtiyacı olan insanın daşıdığı hər hansı bir məruzatın, hər hansı bir əşyanın yardıma ehtiyacı var, ucundan tutup ona yardım etməyin insanlar üçün faydalı olmaqdır. Və yaxud da bir kədərli insanı gördüyün zaman dərdini dinləyib ona gözəl tövsiyə etməyin insanlar üçün faydalı olmaqdır. Yaşadığın çevrədə əgər narkotik maddələri işlədən varsa, onları uyuşturucu və narkotik içkilərdən çəkindirməyin insanlar və cəmiyyət üçün faydalı olmağın deməkdir. Eğer yaşadığın ölkədə çevrəndə insanların zərərlə olan insanların qətl etməyə yönəlmiş insanlar tanıyırsansa, onları bu cinayətlərdən çəkindirməyin insanlar üçün faydalı olmağındır. Eğer bir insanda cahillik gördünsə, ona faydalı elm verməyin insanlar üçün faydalı olmağındır. Eğer bir insanı günahkar və yaxud da azmış gördünsə, hidayətinə səbəb olmağın insanlar üçün faydalı olmağındır. Yaşadığın çevrede ve devlette əmin amanlığın təmin olmasında yardım etməyin insanlar üçün faydalı olmağındır. Ve kim necə bacarırsa, əlindən nə gəlirsə, insanlar üçün faydalı olmağa çalışmalıdır. Bütün cinayətlərin ve insanlara zərər verən şeylərin qarşısını almaqda səy göstərmək insanlar üçün faydalı olmaqdır. Allah Azza ve Celle Kur'an-ı Kerim'de xeyir əməlləri etməyi şərt qoyur ahirette nicata çatmaq üçün. Həcc surasında Allah Azza ve Celle buyurur: وَفْعَلُوا الْخَيْرَ لَعَلَّكُمْ تُفْلِحُونَ. Xeyir əməllər, yaxşı əməllər edin ki, bəlkə nicat tapasınız. Ona göre bizler Müslümanlar olarak elimizden geldiğimiz kadar yaşadığımız çevrede olan insanlar için faydalı olmamız lazımdır. Ne elimizden ne dilimizden çalışmalıyıq ki asla kimse zarar görmesin. Ne dilimizle ne elimizle kimese zarar vermemeliyik. Resulullah sallallahu aleyhi ve sellem buyurur ki asıl Müslüman o Müslümandır ki başkaları ne onun elinden ne de dilinden asla zarar çekmez. İnsanların faydası üçün, mənfəəti üçün ne yararlıdırsa en azından bacardığımız kadar bu şeyi elimizden əsirgəməməliyik. Resulullah sallallahu aleyhi ve sellem sahih hadiste buyurur: bir Müslüman kardeşiyim ehtiyacını ödəməyim üçün yanında olmağım mənim üçün bu məsciddə bir ay etikaf etməyimdən daha xeyirlidir. Əlini öz məscidinə uzadır Resulullah sallallahu aleyhi ve sellem. Başka İslam'ın insanatlıq ve insanların xeyrinə ve cəmiyyət üçün en yararlı din olmağını ifade edən hadislerden Resulullah sallallahu aleyhi ve sellem buyurur ki Müslüman değil o kəs ki, yani gerçek Müslüman değil o kəs ki özü doyur, qonşusu ise ac qalır. Bu onu deməkdir ki, əziz qardaşlarım, bizler
ətrafımızda qonşularımız, qohumlarımız, dostlarımız, yaşadığımız ölkədə də insanların halından xəbərimiz olmalıdır. Və ehtiyacı olan hər türlü insanlara əlimizdən gəldiyimiz qədər yardım etməliyik. Bəzi insanlara təsəlli vermən, bəzi insanlara tövsiyə etmən, bəzi insanlara nəsihət etmən və yaxud da insanların xeyir və şər işlərində həvəslə iştirak etmən, bu da insanlar üçün dəyərli və faydalı olmaq deməkdir. Dinimizin gözəlliyini bacardığımız qədər insanlara da təbliğ etməmiz lazımdır. Allah Azze və Cəllədən gözəl adları ilə, uca sifətləri ilə diləyirəm ki, bizləri ailəmiz üçün, qohumlarımız üçün, qonşularımız üçün, yaşadığımız ölkə üçün ən xeyirli olan insanlardan etsin. Və sallallahu və səlləm və bərik alə nəbiyyə Muhammed və alə alihi və sahbihi ecmain.